Gəncə şəhər İcra Hakimiyyətinin başçısı cənab Bayramov Niyazi Müzəffəroğluna Ələkbər Rəfibəyli küçəsi 6-cı dalan bina 12 və 13-cü sakinləri tərəfindən müraciət. Hörmətli cənab başçı, sizi salamlayırıq. Gəncə şəhərinin gözəlləşdirilməsində, küçə və meydanların, yolların asfaltlanması, binaların üz örtüyünün təzələnməsində, şəhərin inkişafındakı xidmətlərinizə görə təşəkkür edirik. Sizi narahat etməkdə məqsədimiz binanın önündə sakinlərin və uşaqların asudə vaxtını keçirmək üçün şəraitin yaradılmasıdır. Uşaqlar üçün müəyyən yelləncək, sürünçək və s. oyuncaq avadanlıqlarının qurlaşdırılmasını, binanın önünə asfalt çəkilməsini xahiş edirik. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva şəhərlərdə, rayonlarda, binaların qabağında uşaq əyləncə mərkəzlərinin yaradılmasını kömək edir, dəstək olur. İstərdik ki, bizim binanın önündə də belə şəraitin qurulmasını dəstək olasınız. Əvvəlcədən sizə təşəkkür edirik, cənab başçı.